Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Ümid edirəm yaxşısınız. Bizim bugünkü mövzumuz informatika 2-ci sinifdən informasiyanın növləri. Səhifə deməli 18-19-cu hissə. Gəlin baxaq. Uşaqlar, informasiya nədir? İnformasiya hər hansısa bir xəbər və məlumatdır. Və biz ətrafda informasiyaları necə alırıq? Duyğu üzvlərimiz sayəsində. Bəs duyğu üzvlərimiz hansılardır? Burun, qulaq, göz, dil və dəri vasitəsilə biz bunları əldə edirik. Bu 5 duyğu üzvümüz olmasa biz informasiya var olma səbəbimizi, yaşayışımızı bilərik? Xeyr, bilmərik. Ona görə bu informasiyanın müxtəlif xüsusiyyətləri var. Vizual informasiya, yəni görüntü. Biz nə ilə görürük? Gözümüzlə görürük. Yəni gözümüzlə görürük belə. Bəs nə ilə eşidirik? Qulağımızla. Səsləri qulağımızla eşidirik. Nə ilə qoxuluyuruq? Burnumuzla qoxuluyuruq. Nə ilə dadırıq? Yəni necə bilirik ki, bu şirindir, duzludur? Dilimizlə. Necə bilirik ki, bu məsələn qutudur yoxsa məsələn necə bilirik bu istidir yoxsa soyuq? Əlimizi məsələn həmin qabın içərisinə salaraq bunun soyuq və isti olduğunu bilirik. Deməli, bu da olur dəri informasiya vasitəsi. Bəli, belə. Vizual informasiya göz vasitəsilə, səs qulaqla, qoxu burun vasitəsilə, dad dil vasitəsilə, taktil isə toxunmaqla və dəri vasitəsilə əldə etmək mümkündür. Gəlin görək suallar. Qız və oğlan hansı növ informasiya alırlar? Birinci qıza baxır. Qız əlini qulağının dibinə qoyub qəşəng dostunla danışır. Belə qəşəng rahatcana. Burada nəyə görürük uşaqlar? Səs informasiyası. Yəni dostunun səsini eşidir və dostundan nəsə xəbər alır. Dostu deyə bilər ki, məsələn, bugün hava soyuq idi, bugün müəllim dərsə gəlməmişdi və yaxud nəsə. Bu tipli informasiya verə bilər. Beləcə uşaq bunu qulağınla eşidib bilir. Burada isə baxırıq oğlana. Gəlin görək oğlan. Oğlan gözünə qəşəng bir dənə dəsmal keçirib bağlayıb müəyyən eləyir. Kaktus hansıdır, pişik hansıdır. Və əlini vuranda əli tükana batsa biləcək ki, bu kaktusdur. Yox, əli məsələn bir tükə dəysə deyəcək ki, bu pişikdir. Və beləcə pişiklə kaktusu rahatca müəyyən eləmiş olacaq. Tapşırıqlara baxaq. Verilmiş obyektlərin fərqləndirici əlamətlərini hansı duyğu orqanları vasitəsilə bilmək olar? Gəlin baxaq uşaqlar, görək bunları necə bilirik. Məsələn, burada biz nə görürük? Banka görürük. Bankanın biri boşdur, biri doludur. Biz bunu necə görə bilərik? Bunu necə müəyyən eləyə bilərik? Bunu görə bilərik də uşaqlar, düzdür? Ay sağ ol. Bunu görə bilərik. Və yaxud əslində əlimizi bankanın içinə salıb da müəyyən eləyə bilərik. Bunu hər iki duyğu üzvü vasitəsilə bilərik. Sonra gül var. Gülü neyniyərik? Qoxulayarıq da uşaqlar, düzdür? Bunu qoxu ilə bilərik. Quş var. Quşları necə müəyyən eləyə bilərik? Səslərinlə. Qulağımızı qoyarıq, bilərik. Düzdür? Burada isə nə var? Qəşəng şirniyyatlar var. Bax, bunları necə bilərik? Dilimizlə. Yəni dilimizlə dadarıq və bilərik ki, bu daha dadlıdır, daha şirindir, digəri daha duzludur və s. Sual 2. İyləməklə qızıl gülü nərgizdən fərqləndirmək olarmı? Bəs qərənfil və laləni? Bəli, qızıl gülün özünə məxsus ətri olur. Hər birinin özünə məxsus ətri olur uşaqlar. Buna görə də müəyyənləşdirmək olar. Məsələn, lalənin ətri biraz daha qapalı bir, sanki bilsin necədir, necə deyə bilərəm buna? Tünd ətrilər olur uşaqlar. Elə bir ətri var. Qızıl gül daha sadədir. Nərgizin özünə məxsus ətri var. Sanki belə deyim də, pencər, qapıda bitən o keşniş, şüyüd tərzi şey olur uşaqlar. O da dağ tərəfdən bitdiyi üçün həmin nərgizlər daha çox dağı da bitir də. Elə bir qoxu gəlir ondan da. Bəli, qərənfili də o cür qoxulamaq olar. Hamısını qoxularaq, bəli, bir-birindən fərqləndirmək olar. Sonuncu sualımıza gəlirik. Sonuncu 2 sualımız qalıb. Səs informasiyasına aid olanı tapın. Qarpızın dadı. Qarpızın dadını biz dilimizlə müəyyən edirik, səsimizlə yox. Qəhvənin ətri. Bunu burnumuzdan hiss edirik. Şəhərin mənzərəsi, bunu görə bilərik. Amma səs informasiyasından ancaq biz nəyə əldə edə bilərik? Yağışın şırıltısını eşidə bilərik.
Vizual informasiyaya aid olan ifadəni seçin. Vizual nədir? Görünüş. Gəlin baxaq. Quşların səsi olarmı? Yox. Çünki quşların səsini ancaq eşidə bilərik. Balın şirinliyini ancaq dada bilərik də dilimizlə. Yemişin ətrini ancaq qoxulaya bilərik də uşaqlar, düzdür. Amma pəncərənin görüntüsünü, bəli, pəncərənin görüntüsü oldu nə? Vizual informasiya. Sonuncu sual. Aşağıdakı əlamətə malik obyektləri hansı duyğu üzvü vasitəsilə müəyyən etmək olar? Turşdursa bu nədir? Dillə bilərik də bunu. Bərkdirsə dərimizlə bilərik. Yumrudursa gözümüzlə görə bilərik də uşaqlar. Gürültülüdürsə eşidə bilərik, səs. Ağdırsa görə bilərik. Görmə. Gözəldirsə görə bilərik bunda. Səsküylüdürsə eşidə bilərik. Ətirlidirsə qoxulaya bilərik. Xışıltılıdırsa eşidə bilərik. İtidirsə toxuna bilərik. Kələkötürdürsə görə bilərik. Şirindirsə dada bilərik. Belə. Belə uşaqlar, bugünlük bu qədər. Ümid edirəm dərsimizi bəyənmiş olarsınız. Sağ olun, salamat qalın. Gələn dərslərdə görüşərik. Bay bay. Hələlik.